Salam məni izləyənlər. Bu günləri mən sizə bu şalın toxunmağını göstərəcəm. Mən bunu bu ipdən hazırlamışam. Baxın, Nako Angora Lux'dan çox qəşəng tərkibi yundur, mahirdir və premium akrildir. Çox qəşəng beləsinə şalı çıxıb. Mən sizə bunun toxunuşunu göstərəcəm. Və sonda mən burada, baxın, yer saxlamışam. Bu qıraqları göstərəcəm. Görün nə gözəldir, yoncadır. Bunun toxunuşunu da göstərəcəm. Beləsinə yəqin ki, görsənir. Çox xoşuma gəlmişdi. Baxın, qıraqları da beləsinə etmişəm. Çox qəşəngdir, gözəl görsənir. İndi göstərəcəm sizə necə toxunur. Sapım da bu qədər qalıb. Metrə göstərəcəm, neçə metrədir, uzunluğu, eni. Bax, beləsinə başlayaq göstərdim sizə bu ipdən. Mən sizə 20 santimetrdən göstərəcəm. 20 petlədən olaraq göstərəcəm. Və sonra onun üstündə göstərəcəm ki, qıraqlarını necə toxumuşam. Və mən 3,5 mildən tığdan istifadə eləmişəm. Elə bil bu saplar nazik olduğuna görə biraz nətərdim, isti saxlasın, sıx toxunuşa görə. Bilirsiniz ki, yəni sıx toxunuş istəyirsinizsə, tığlar biraz balaca olur. Boş istəyəndə daha da belə deyim, boşalır. Yəni tığımızın razmeri məsələn 5, 4, 6, 7 belə olanda daha boş olur. İndi başlayaq toxumağa. Beləsinə zəncir toplayırıq. Zənciri çalışın boş edin. Nə qədər boş, yəni o qədər də toxumaq olur. Çünki bu ip, bilirsiniz, belə bir-birinə götürüb bura qoyun. Mən zəncir çəkdim. Baxın, beləsinə 20 dənə zəncir var burada. Başlamağını göstərirəm. Deməli, birinci 3 dənə petlə eləyəcəyik. Bütük trabzan eləyəcəyik. Baxın. Bu başlanğıcdır, yəni başlanğıcda belə olacaq. Bir dənə zəncir çəkirik və buradan da bir dənə zəncir buraxırıq. 11 dənə bütük trabzan eləyəcəyik. Biz buna 11 dənə bunu 11 dənə toxuyaq gəlir. 11 dənə trabzan toxuduq. Təzədən bir dənə zəncir çəkirik. Altdan da bir zəncir buraxırıq və davam edirik. Bu işləmlər axıra kimi nə boyda yelək mi toxuyursunuz, şal mı toxuyursunuz? O sizin zövqünüzə baxır. Eləsinə axıra kimi bax bu işləmlər
Axar kimi olur buradan başlayanda 3 dənə, bir zəncir, 11 dənə bütöv trabzan və təzədən biz bir dənə zəncir, altdan da bir dənə buraxırıq zəncir və sona kimi davam edirik. Sona kimi toxuyub gələcəm növbəti raportu göstərməyə. Növbəti sıra. Növbəti sıramızda belədir. Bir dənə buraxırıq. Təzədən başlayanda 3 dənə trabzan edirik. Növbəti sıramızda 3 zəncir, 1, 2 dənə zəncir, 2 zəncirlə 1, 2 buraxırıq. 1, 2 baxın. 1, 2. Buradan bir dənə yox, 2 dənə biz artıq gülü qururuq. 2 zəncir edirik. Etdik 2 zəncir, yenə də 2 dənə aşağıdan buraxırıq. Bir, 2, 3, 4, 5, 6, 7, 7. Təzədən 2 zəncir. Aşağıdan da 2 dənə və ortasında gülümüzü qururuq. Təzədən 2 zəncir. Buraxırıq. Buradakı ortaya belə keçirik. 2, 3. 3 dənə zəncirlə növbəti sıraya keçirik. Növbəti sıramızda artıq gülün birinci sırasını quruduq. İkinci sırasına keçirik. Mən sizə bir dənə raport göstərirəm. Qoy göstərdim. Baxın. Bax, bu gülü qururuq. Buralardan 7. Burada gülün artıq birinci hissəsidir. 7 də burada. Görürsünüz. Bax, mən sizə bu raportu göstərirəm. Üçüncü sıramızda artıq qızlar. Üçüncü sıramızda. Üçüncü sıramız. Bu üçüncü sıramızda. Üçüncü sıramızda fərqli olacaq. Buralarda baxın. Təzədən burada aşağıda 2 dənə zəncir getmişdik. Burada artıq 3 zəncir olacaq. 1, 2, 3. Və bax buralara 1, 2, 3. 3 dənə sıx iynə edirik. Sıx iynə. 1, 2, 3. 3 sıx iynə. 2, 3 dənə zəncir. Getdik. Təzədən burada 1, 2 dənə aşağıda buraxıb 1, 2, 3. Təzədən 3 zəncir.
Təzədən bu gülümüzün bax 1, 2 buraxırıq və təzədən 1, 2, 3. Təzədən 1, 2, 3. Burada 3 dənə zəncir gedirik. Sıra sonuna qədər. Qalxırıq 3 dənə yuxarı. Keçirik növbəti sıraya, 4-cü sıramıza. 1-ci sıraydı. 2-ci sıra. Bu 3-cü sıramız idi. Bu 4-cü sıramızda artıq. 4-cü sıramızda da həmənki kimi 3 dənə trabzan eləyirik. 1 trabzanımız, 2 trabzan. Bu da 3-cü trabzanımızdır. 3 dənə zəncir. 2, 3. Təzədən eyni işləri o bir sıra burada necə idi? Yəni o birisi sırada necə idi? Burada da eyni 3 dənə sıx iynənin içinə keçirik. Baxın. Eyni işləmləri eləyirik 2 dəfə. Bir o biri sırada, bir də bu sırada 1, 2, 3. Təzədən bu 3 dənə trabzanın başına batırıb yenə də 3 dənə eyni. 3-cü sıradakı kimi 4-cü sırada da eyni işləri eləyirik. Sizdən toxuyuram, daha anlaşılası olsun. 3. Bu da 3. Keçirik 5-ci sıramıza. 5-ci sıramız. 5-ci sıramıza gəldik. Baxın, beləsinə görsəniz artıq gül alınıb. Keçirik 5-ci sıraya. Yenə də artıq burada 7 dənə biz trabzan hörməliyik. Məndə balaca olduğuna görə. Bax, 3, 4, 5. Birinci başlayanda 6 götürürük. Baxın, 6 baba buralardan, bu zəncirlərdən götürürük. Sayırıq birinci başlayanda 1, 2, 3, 4, 5, 6. Və burada artıq biz gülü bağlayırıq. 2 dənə zəncir. Və yenə də bu işləmləri burada edirik. Baxın, 2 dənə artırma ilə düz sıx iynəni keçirdirik. Bağlayırıq. Təzədən 2 zəncir. Buradan 1. Baxın, 2. 3. 3. 4. 4. 5. 6, 7. 1, 2, 3. 3 yox, 2. Baxın, 7. Bax, artıq burada gülümüz, baxın, alındı.
Biz axıra kimi belə toxuyuruq. Həmin bu işləmlər, bax burada birinci sıramızda olan işləmlər təzədən burada təkrarlanır. Sizə bir şey dedim. 7 dənə burada bizim trabzanımız əmələ gəlir. Yuxarı keçəndə burada 3, təzədən buradan başlayır. Bax 1, 2, 3, 4, 5, 6, 6 düz ortaya düşür. 7, 8, 9, 10, 11. 11 dənə bax bu işləmi burada edirik. 11 dənə bura çatanda burada yenə də bir artırma edirik. Göstərəcəm onda sizə. Göstərsəm daha çox məncə başa düşüləsi olar. Danışmaqdansa göstərmək daha yaxşıdır. Onu da göstərəcəm sizə ki, dəqiq biləsiniz. Burada bax biz gülü bağlayırıq 2 zəncirlə təzədən. Və təzədən sonda 6 dənə zəncir olur. 6 dənə trabzan olur. 1, 2 zəncirləri yəni giririk. 2, 3 4 5 1, 2, 3, 4, 5. Burada 5'ti. Dönəcək 3 zəncirlə. Yəni axırlarda 5, 6 normaldır yəni. Əsas ortalar bax indi 1 2 1, 2, 3. Bir zəncir. Bir dənə atlayırıq. 1, 2, 6-cı sıradayıq. 2, biz burada girmək çətin olur. Zəncirləri sıx eləmişəm, amma çalışın siz sıx etməyin. Boş etsəz, yəni rahat olur. 1, 2, 3. Aha, baxın 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə baxın bu gülün başına ördük. Gedirik bura. 9, 10, 11. 11 dənə biz bütöv trabzan ördük. Bu bizim, yəni təzədən başlayırıq. Bax, bunu o biri sırada başlayacaq təzədən qurmağa. Təzədən bir zəncir belə, altdan da bir dənə buraxırıq və başlayırıq eyni işləri təkrarlamağa. Yenə də 11 dənə gedəcək. Və təzədən başlayanda biz 7 dənə trabzan başlayacaq o biri sırada. 7-ni toxuyanda 3'ü bu tərəfə, biri ortaya, 3'ü qırağa düşəcək 7 olmaq üçün. Yəni bunun içindən toxuyacaq. Baxın. Baxın buradan toxuyacaq. 7'nin yəni 1, 2, 3, 4, 5, 6, 7. 7 bunun içindən toxunacaq. Yəni bunu həmişə bilin ki, təzə sıra quranda, bu sıranı quranda artıq bax burada mən başqa cürə başlamışdım. Yəni qırağa düşdüyünə görə mənim bu toxunuşlarım. Burada artıq, burada da bir gül əmələ gəlir. Baxın, mən sizə daha yaxından görsədim. Baxın, burada da bir gül əmələ gəlir. Baxın, burada da bir gül əmələ gəlir. Hamısından baxın, burada belə. Burada beləsinə gül əmələ gəlir. Burada 3-də əmələ gəlir, belə deyim ki, başa düşülsün. Burada başqa cürə kvadrat gül əmələ gəlir və ortasında görürsünüz, belə dəlik var. Sonra mən sizə demişdim, göstərəcəm qıraq toxunuşu.
Baxın, haradaydı qıraq toxunuşumuz. Baxın, bu mənim qıraq toxunuşumdur. Mən qıraqlarını belə etmişəm. Qıraq toxunuşuma 1, 2, 3 dənə gedirəm. Rapuşkalar eləmişəm. Bu arada 5 dənə trabzanlı rapuşkalar eyni yerə 3 batırıq. 4, 5. Bir, iki, üç. Buradan da bağlayırıq. Baxın, bu belə. İndi mən sizə göstərəcəm. Bura keçək. Bu yoncaların toxumağını. Baxın, bu yoncaların toxumağını göstərmək istəyirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə zəncir elədik. 9, bir zəncir elədik. 1, 2, 3 zəncirlə qalxıb 9-un içinə yarım, 2 dənə yarım trabzan toxuyuruq. 2 dənə yarım trabzan toxuduq. Baxın, yaxşı görsənir. 2 yarım trabzan və bunları birlikdə toxuyuruq. 3 dənə zəncir. 2, 3. 3 dənə zəncir toxuyub batırıq bura. Batdıq. 1, 2, 3. Təzədən 3 dənə zəncir. Yarım 2 dənə trabzanlar. 2 dənə yarım trabzan. Bağladıq. Təzədən 3 zəncir. 2, 3. Təzədən 1, 2, 3. Təzədən eyni dəliyə. İki, üç. Eyni dəliyə batırıb. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə zəncirlə sayırıq. 1, 2, 3, 4, 5, 6, 7. 7-ci belə girib bağlayırıq. Baxın, oldu belə qəşəng yonca. İstəsəz siz də şalların qırağına, zövqünüzə görə, hara istəsəz, yəni battaniyanın qırağına da eləmək olar. Sağ olun, bu qədər.
Eni deməli böyle 67 santıdır. Düz 67 baxın. 67 santı. Uzunluğunu isə demişdim deyəcəm. Uzunluğu düz baxın 150 santıdır. Bax bu qədər. Yəni istəyən görə bilər. Çox qəşəng isti saxlayır.